Xabi Alonso da Chelsea-nin baş məşqçisi oldu. Uğurlu olacağını düşünürsünüz Mən Chelsea-də? Liverpoolda gözləyirdim əslində. Məncə çox uğurlu olacaq. Məncə uğurlu olacaq. Amma söhbət eşitmişlər halda. Deyib ki, yəni şeydir, mənə pul zat maraqlı deyil, maaş söhbət zat maraqlı deyil. Yəni çox belə yuxarılara getməyib. Bir qardaşım bazanın açarı məndədir, nə bilim, komandanın avtobusunun açarı məndədir, hər şey açar məndədir. Klubu mənə verirsinizsə, mən gəlirəm. Pat-kluç. Hada aysa o ya, klubu mənə verirsinizsə mən burdayam. Adamlar deyirlər ki, qardaş, klub sənindir, ürəyin nə istəyir elə. Adam da orada iş görəcək. Xabi Alonso 2026-2027 mövsümündə Chelsea-nin baş məşqçisi olaraq maksimum dekabr ayını görəcək. Xabi Alonso çox yaxşı taktikdir. Leverkusenlə hamımız bələdiyik, çox yaxşı oynayırdı. Amma burada bir məsələ var. Futbol ancaq futboldan ibarət bir şey deyil də, taktikadan ibarət bir şey deyil. Leverkusenlə müqayisə aparaq da biz. Hansı Leverkusenin baş məşqçisi getdi? Çempionluq iddiası yox. Bir Alman disiplini çərçivəsində steril bir mühit və işləmək üçün böyük egolar yox. Chelsea klubu qeyri-sabit fikirli adamlar tərəfindən idarə olunur deyə. İçəridə bir steril mühit yoxdur. Mən razıyam ki, Chelsea-də ulduz futbolçu yoxdur. Biraz Cole Palmer'ı mən oradan çıxardaram. Ağlını futbola versə, futbol IQ-su ilə star ola bilər. Və heyət də çox belə qəribə heyətdir. Yəni Xabi Alonso oynamaq biz Leverkusen nəyə referens ediriksə, o futbol oynamaq üçün də əlverişli heyət yoxdur. Yəni Xabi Alonso gərək yayda rahat 15 dənə futbolçu göndərsin Chelsea-dən, bir 10 dənə tez transferləsin ki, siz yaxşı futbol istəyirsiniz, ancaq bu belə mümkündür.